Çıxarış yoxdursa, kommunal xidmətlər də yoxdur. Bəli, sənədsiz tikililər və kommunal xidmətlərə çıxış məsələsi uzun illərdir müzakirə mövzusudur. Ev var, şərait var, amma ən vacib ehtiyac su yoxdur. Günümüzdə bir çox ailələr var ki, bu çətinliklə yaşayır. Bunun səbəbini sənədləşmə problemi ilə əlaqələndirirlər. Bəs məsələ hüquqi baxımdan necə tənzimlənir və hansı istisnalar mövcuddur? İzləyək. Çıxarışımız yoxdur deyim. Bizə nə kanalizasiya çəkirlər, nə də su çəkirlər. Bax, krantım açıqdır, bax. Amma su yoxdur. Daha çox Bakı ətrafı qəsəbələrdə sənədsiz evlərdə məskunlaşan minlərlə sakin illərdir ki, içməli su və kanalizasiya xidmətlərindən məhrum qalıb. Nazirlər Kabinetinin qərarına əsasən isə sənədsiz tikililərə içməli suyun verilməsi qadağandır və bu tələbin pozulması cinayət məsuliyyəti yaradır. 2023-cü ilin oktyabr ayından çıxarışı olmayan torpaq sahələri üzərində inşa ediləcək fərdi yaşayış evlərinin kommunikasiya xətlərinin çəkilməsi qadağan olundu ki, bu tarixdən üzü bu günə qədər çıxarış olmayan torpaqlar üzərində inşa olmuş fərdi yaşayış evləri, qaz, su, işıq və digər kommunikasiya xətləri təmin olunmur. Mütləq şəkildə çıxarış istəmlaklarının çıxarışla təmin olunması vacib məsələdir ki, bu zaman təkcə kommunikasiyaların çəkilməsi deyil, həmçinin dövlət büdcəsi xüsusən də əmlak və torpaq vergisindən yararlana bilər. Yaxşı, bəs görəsən illərdir sənədsiz adlandırdığımız bu tikililərə içməli suyun verilməsi məsələsi hüquqi çərçivədə necə həll olunur? Qeyd olunan məsələ şəhərsalma və tikinti məcəlləsi eyni zamanda su təchizatı və tullantı suları haqqında qanunun 24-cü maddəsi ilə tənzimlənir. Qanunda birbaşa belə bir norma yoxdur ki, yalnız çıxarışı olan evlərə su verilməlidir. Şəhərsalma və tikinti məcəlləsinin tələbinə əsasən İcazə tələb olunan obyekt icazəsiz tikilərsə, həmin obyekt mühəndis kommunikasiya xətlərində qoşulması qadağandır obyektin. Buradan bu yaranır ki, əsas həmin obyektin çıxarışının olub-olması deyil, həmin tikinin qanuni tikilib tikilməməsidir əsas məsələ. Hazırda ölkə ərazisində 100 minlərlə sənədsiz evin olduğunu nəzərə alıb, Dövlət Su Ehtiyatları Agentliyinin də mövqeyini öyrənməyə çalışdıq. Əsas tələb olan sənədlər ondan ibarətdir ki, sifarişçiyə məxsusluğu iddia edilən tikinti obyektinin ya fərdi yaşayış evi, ya da sahibkarlıq obyekti üzrə təyinatı, malik çıxarışı olsun. Bir də ki, bu mütləqdir ki, obyektin yaxınlığında konkret olaraq 30 metrliyində mərkəzləşmiş su şəbəkəsi mövcud olsun. Təəssüf ki, elə ərazilər var, orada məskunlaşma, fərdi yaşayış evi üçün nəzərdə tutulmayan torpaq sahələrində həyata keçirilib. Qurum rəsmisi həmçinin onu da qeyd etdi ki, bu prosesdə əsas məqsəd qanunsuz tikililərin qarşısını almaqdır. Vurğun Mədətov, Anar Ağazadə, İTV Xəbər.